Qvineya asan xidmət modelini tətbiq edəcək. Bununla bağlı Azərbaycan və Qvineya hökumətləri arasında Qvineyada asan xidmət modelinin tətbiqi barədə saziş imzalanıb. Saziş çərçivəsində Qvineyalı dövlət qulluqçuları üçün təcrübə proqramları təşkil ediləcək və Azərbaycan ekspertlərinin qabaqcıl təcrübəsi paylaşılacaq. Qvineyalı nazir Faya Fransua Bruno asan xidmətin yüksək təəssüratı yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığını artırdığını vurğulayıb. Azərbaycanda bu islahat həyata keçirildi və uğurlu oldu. Əminəm ki, ölkəmizdə də öz müsbət nəticəsini verəcək. Qvineyada dövlət xidmətlərinin təkmilləşdirilməsi və müasirləşdirilməsində asan xidmət modelinin tətbiqi bizi çox həvəsləndirir. Azərbaycanın bu uğurlu modelini eyni səviyyədə ölkəmizdə də tətbiq olunacağına əminəm. İmzalanan sazişə gəldikdə hesab edirəm ki, ölkələrimizin maraqlardan cavab verən çox məhsuldar əməkdaşlığa nail olacağıq. Biz artıq bu vacib bilik və bacarıqları əldə etməyə başlamışıq. Üzərimizə düşən öhdəlikləri lazımi səviyyədə həyata keçirəcəyik.